Üçüncü bölmədən ikinci mövzudayıq. 7-ci sinifin birinci hissəsidir dərslikdə. Deməli, bu mövzu aiddir tozlanmaya. Açar sözlərdə verilib tozlanma, çarpaz tozlanma və öz-özünə tozlanma. Elə başda giriş hissədə də verilmişdi ki, tozlanmanın iki növü var. Çarpaz tozlanma və öz-özünə tozlanma. Yazda günəşli gündə müxtəlif həşəratların uçaraq çiçəkdən çiçəyə qonmasını heç müşahidə etmisiniz. Bitkilərin çiçəklərində həşəratı cəlb edən nədir? Onların rəngləri, ətirləri deyə bilərik buna. Nə üçün dağ çəmənlərində bitkilər çiçəkləyən zaman arı pətəkləri ora daşınır? Bu da mövzuda da görəcək ki, arının bunu istifadə edərək bal hazırlamasıdır. Çiçəkli bitkilərdə çoxalmanın baş verməsi üçün erkəkciklərin tozcuqları dişicik ağızcığına köçürülməlidir. Bu proses tozlanma adlanır. Tozlanma daha sonra erkək və dişi qamətlərin birləşməsinə və mayalanma prosesinə imkan verir. Tozlanma getməzsə, bitkinin məhsuldarlığı azalır. Sonra aşağıda fəaliyyət hissəsinə baxın. Burada deyir ki, suallara baxaq əsas. Tozcuqların köçürülmə yolları yazılıb. Deyir, şəkil diqqətlə nəzərə keçirin və tozcuqların dişiciyin ağacına köçürülməsi yolları haqqında düşünün. Burada yuxarıdakı görürük ki, hansısa öz-özünə tozlanmadır, yoxsa çarpaz tozlanmadır, bunu görə bilirik. Həm də ki, əslində bundan daha çox, çünki hər ikisində öz-özünə tozlanma deyil göründüyü kimi. Tozcuqları çünki yuxarıdakı şəkildə ətrafa yayılır, aşağıdakı isə arıya ehtiyac duyub. Deməli ki, bu çarpaz tozlanma burada həyata keçir. Burada tozlanma üsulunu görə bilərik ki, biri küləklədir, biri isə həşəratlandır. Tozlanan bu çiçəklərin hansı xüsusiyyəti var? Bunlarda indi arını cəlb etmək üçün hansı xüsusiyyətlər, küləklə tozlanma üçün yüngüllük və s. bu kimi mövzuda bunu görürük. Yaşadığınız ərazidə çiçəklər necə tozlanır? Sonra öz-özünə tozlanma. Öz-özünə tozlanma zamanı erkəkciyin tozcuqlarında ayrılan tozcuqlar eyni çiçəyin və ya eyni bitkinin başqa bir çiçəyinin dişicik ağızcığına düşür. Deməli, nə oldu? Öz-özünə tozlanmada eyni bir bitkidə, baxın, bir də deyirəm, öz-özünə tozlanma zamanı erkəkciyin tozcuqlarından ayrılan tozcuqları eyni çiçəyin və yaxud da eyni çiçək olmasa da həmin bitkinin üzərində bir çiçəkdirsə, dişiciyin ağızcığına düşürsə, bu öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərin çiçəkləri iki cinslidir. Erkəkcikləri və dişicikləri adətən eyni vaxtda yetişir. Burada bu arada yuxarıdakı şəkil, əgər aşağıda və yaxud da yanında olarsa ki, dişi çiçək, erkək çiçək, onda burada öz-özünə tozlanma da baş vermiş ola bilər. Bunu görmüş olduq. Öz-özünə tozlanan bitkilərin çiçəkləri iki cinslidir. Erkəkcikləri və dişicikləri adətən eyni vaxtda yetişir. Dişiciyin ağızcığı bilavasitə erkəkciklərdən aşağıda və ya onunla eyni səviyyədə yerləşir. Bəzi iki cinsli çiçəkli bitkilərdə, məsələn, noxud, buğda, darı və s. bitkilərin çiçəklərində öz-özünə tozlanma çiçəkləri açılana qədər baş verir. Öz-özünə tozlanma uzun illər baş verdikdə belə bitkilər cırlaşır və məhsuldarlıq azalır. Burada bilirik ki, genetikanın rolu var. Yəni, genetikaya görə belə olur. Çünki hər hansı bir xəstəlik varsa, gende olan bir xəstəlik, o qohumlar birləşdikcə o daha da çox üzə çıxır və beləliklə cırlaşır və yaxud da ölə bilir. Çarpaz tozlanma. Tozlanma zamanı tozcuqlar bir bitkinin çiçəyindən digər bitkinin çiçəyinin ağızcığına düşür. Bu tozlanma formasına təbiətdə daha çox rast gəlinir. Çünki bu təbii seçmə nəticəsində artıq cırlaşan bitkilər qala bilməz. Hansı bitkilər ki, buna dözümlüdür, onlar ola bilər ki, qalsın ki, öz-özünə tozlanmada. Erkək və ya dişi çiçəkli bütün bitkilər çarpaz tozlanır.
Bu bitkilərin çiçəyində yalnız erkəkcik və ya dişicik olduğuna görə öz-özünə tozlanma baş verə bilməz. Çarpaz tozlanan bir sıra iki cinsli çiçəkli bitkilərdə isə erkəkciklər və dişiciklər müxtəlif vaxtlarda yetişir. Həmçinin dişicik ağızcığı erkəkcik tozluğundan yuxarıda və ya aralıda yerləşdiyinə görə öz-özünə tozlanma ehtimalı azalır. Deməli, öz-özünə tozlanma baş verməsin deyə çiçəkdə iki cinsli olsa belə müxtəlif dəyişikliklər baş verə bilir. Bunlara hansılar aid oldu? Dişicik ağızcığının erkəyin tozluğundan yuxarıda yerləşməsi. Ondan sonra öz-özünə tozlanmada demişdik ki, eyni vaxtda yetişir. Burada isə fərqli vaxtlarda dişicik və erkəkciklər yetişir. Çarpaz tozlanma və ona uyğunlaşma nəticəsində bitkilərdə müxtəliflik əmələ gəlir. Çarpaz tozlanma nəticəsində ziqot, irsiyyatcı müxtəlif fərdlərin qametlərinin mayalanmasından əmələ gəldiyi üçün fərd yeni bioloji əlamətlər qazanır, mühitə uyğunlaşma və həyat qabiliyyəti artır. Düşün müzakirəti. Öz-özünə və ya çarpaz tozlanma bitkilərin nəslinin kəsilmə təhlükəsinə səbəb ola bilərmi? Məsələn, öz-özünə tozlanma bildik ki, necə səbəb ola bilər? Hansı ki, cırlaşma, saf xətt alınması və ölümə yol aça bilər. Ondan sonra çarpaz tozlanmada isə ola bilər ki, yanında başqa, məsələn, bu çiçək tamam çarpaz tozlanmaya uyğunlaşır. Amma yanında bir, məsələn, bu dişi çiçəksə, yanında bir erkək çiçək yoxdur. Və yaxud da bu iki cinsli, amma yalnız çarpaz tozlanan bir bitkidirsə, onda yenə tozlanma baş verə bilməyəcək. Ona görə də onun nəsli artmayacaq və yenə nəsli kəsilə bilər. Gərək ki, tək qalmasın. Bilirsinizmi, insan müəyyən məqsədlə özü bir bitkinin tozluğundan tozcuqları digər bitkinin dişicik ağızcığına köçürür. Süni tozlanma adlanan bu üsul yeni bitki sortu almaq, mədəni bitkilərin məhsuldarlığını artırmaq üçün tətbiq edilir. Bitki sortu hər hansı bir mədəni bitkinin təsərrüfat üçün daha qiymətli xüsusiyyətləri olan formasıdır. Burada sxemdə dişicik, erkəkcik verilib. Erkəkciyi göstərib ki, erkəkcik sapı və tozluqdan ibarətdir. Ondan sonra aşağıda isə tozcuğun alınıb, sonra dişiciyin ağızcığına qoyulması göstərilib. Ondan sonra isə erkəkciklər kəsilib. Yox, birinci desən erkəkciklər kəsilir. Sonra tozcuq köçürülür. Nəysə, hər ikisi gəlir dişiciyə ortaya. Kəsilən erkəkcikləri görürük ki, daha yuxarıda yerləşir. Deməli ki, bu öz-özünə tozlanan bitki ola bilər və o öz-özünə tozlanan bitkinin bəlkə də erkəkciklərini ona görə kəsir ki, o öz-özünə tozlanmasın. Yeni bir sort almaq istəyir, oradan lazımlı bir sort almaq istəyir. Gedir başqa çiçəkdən erkəkcikləri götürür, yəni tozluqları demək istəyirəm, tozluqları götürür və götürür dişiciyin ağızcığına qoyur. Tozlanma üçün uyğunlaşmalar. Tozlanma quşlar, həşəratlar və digər heyvanlar kimi biotik, eləcə də külək, su kimi abiotik tozlandırıcılar vasitəsilə olur. Bilirik ki, biotik canlı deməkdir, abiotik isə cansız deməkdir. Çovdar, qarğıdalı, palıd, fındıq, qoz kimi bir çox bitkilərin tozlanması küləkdən asılıdır. Küləklə tozlanan bitkilər hansılar oldu? Çovdar, qarğıdalı, palıd, fındıq, qoz. Bu üsulla tozlanan bitkilərin əksəriyyətində çiçək yanlığı, nektarlıq və ətirli çiçəklər olmur, çünki buna ehtiyac olmur artıq. Görkəmsiz və xırda çiçəkləri adətən çiçək qruplarında toplanır. Belə çiçəklərin erkəkcik saplağı uzun, tozcuqları xırda, yüngül, quru və çox saylı olur. Bəzi bitkilərin tozlanmasına su iştirak edir. Yağışda, yağış yağdıqda tozcuqlar erkəkciklərdən yuyulub, dişicik ağızcığına düşə bilər. Şanagüllə və suzanbağı kimi suda yaşayan bəzi bitkilərdə tozcuqlar su üzərində üzür və bitkinin erkəkciklərindən dişiciyə doğru hərəkət edir. Bitkilərin tozlanmasında bəzi heyvanlar da iştirak edə bilər. Bu bitkilərin adətən iri, parlaq, əlvan rəngli, nektarla zəngin və müxtəlif güclü ətirli çiçəkləri olur. Kəpənək, arı, milçək kimi həşəratlar, quşlar və yarasalar üçün çiçəklərin bu əlamətləri cəlb edicidir. Heyvanlar hərəkət etdikcə onların bədəninə yapışmış tozcuqlar eyni çiçəyin və ya müxtəlif çiçəklərin ağızcıqlarına köçürülür.
Burada hələ ki qeyd etməyib ki, heyvanlarla, yəni həşəratlarla çoxlanan çiçəklər hansılardır? Tozlanan çiçəklər hansılardır? Yuxarıda isə yağışla tozlanan, yəni su ilə tozlanan bitkiləri verib ki, şanagüllər və suzan bağı. Nümunə olaraq bunları verib də, yəni. Sonra burada yumurtalıq, ludicula pulcuğu yumurtalığın ətrafında. Burada adı verilib. Amma mövzuda görmürəm ludicula pulcuğu haqqında nə isə, amma şəkildə verilib. Yumurtalığın ətrafındadır. Deməli, burada diqqətli olmalıyıq. Sonra dişicik ağızcığı verilib, erkəkcik sapı verilib, tozluq verilib. Bunları tanıyırıq. Yenə də şəkil olaraq yadımızda saxlayaq ki, çovdar çiçəyinin quruluşu hansısa bir testi düşsə, dişicik bu şəkildə olur, ortada olur, dişiciyin ağızcığı. Və sonra bu dişiciyin ağızcığı oradadırsa, bəlkə də o aşağıdakı yumurtalıq deyil, çiçək yanlığı da ola bilər. Yox, yumurtalıqdır, özü də işarə ilə verib ki, yumurtalıqdır. Yumurtalığın ətrafında isə 2 dənə ludicula pulcuğu görürük. Sonra sümbül pulcuğu da verilib. Çiçək pulcuğu, ludicula pulcuğundan kənarda çiçək pulcuğu verib. Çiçək pulcuğundan da kənarda sümbül pulcuğu verib. Sonra baxaq yazıya nə yazılıb. Çiçək yetişən zaman erkəkçi və yumurtalığın qaidə hissəsində, bu hissədə yazıb onu. Qaidə hissəsində ludicula adlanan pulcuqlar şişir. Qaidə hissəsi sözünü yarpaqlarda görmüşdük ki, yarpaqların saplağa yaxın hissəsini qaidə adlandırırdı. İndi bu da burada da yumurtalığın qaidə hissəsi dedikdə yumurtalığın dip hissəsini nəzərdə tutub. Yəni yenə də məsələn deyə bilərik ki, çiçək saplağına yaxın hissəsi. Qaidə hissəsində ludicula adlanan pulcuqlar şişir. Bu çiçək pulcuqlarının açılmasına, erkəkçik və dişiciklərin kənardan görünməsinə xidmət edir. Çiçək pulcuqları da onun ətrafındadır. Yəni bunlar açılır. Bunlar açıldıqda o ətrafındakı çiçək pulcuqları da açılmağa başlayır. Çiçək pulcuqları aralandıqdan sonra erkəkçik sapları sürətlə böyüyərək iri tozluqlarını xaricə çıxarır. Uzun erkəkcik sapları yellənərkən üzərindəki tozluqlar açılır və onların içərisindən tozluqlar tökülür. Bu zaman külək vasitəsilə tozluqlar qonşu bitkinin dişicik ağızcıqları üzərinə düşür. Aşağıda isə acıpaqla, yəni lupin çiçəyinin quruluşu verilmişdir. Burada da birinci yazını oxuyaq, sonra da şəklə baxaq. Həşəratlar, məsələn arı, bu çiçəyin yelkən çiçəyinin üzərinə qonduqda onun bədəninin ağırlığından ləçək aşağı basılır və çiçəyin ağızcığı açılır. Nəticədə dişiciyi əhatə edən erkəkçik borucuğunun aşağı hissəsi genişlənir. Arı avar ləçəklərinin arasından çiçəyin içərisinə daxil olur. Bu zaman onun üzərinə qayıqcığın altında yerləşmiş erkəkciklərdən çoxlu tozluq tökülür. Erkəkciklər harda yerləşir? Qayıqcığın altında. Və dişicik bəs harda açıldı? Yelkən tərpəndikdə. Çünki deyir ki, yelkənin üzərinə qonur və yelkən aşağı basılır. Dişiciyi əhatə edən erkəkcik borusunun aşağı hissəsi genişlənir. Beləliklə çiçəyin ağızcığı açılır. Ağızcıq deməli yerləşdi orada, yelkən hissədə. Avarda isə avardan daxil olur arı. Avardan daxil olduqdan sonra qayıqcığın altında erkəkciklər yerləşir. Həşərat çiçəyin içərisində hərəkət etdikcə şirin nektara çatır və digər acıpaqla bitkisinin çiçəklərindən gətirdiyi tozluqları dişiciyin ağızcığına köçürür. Şəkildə isə bilmədiyimiz əlavə heç nə yoxdur. Elə yazıda da yazılanlardır. Hansı ki, yelkən, qayıqcıq, avar, bunlar ləçəklərdir. Ondan sonra ağızcıq, sütuncuq, bu dişiciyin hissələri, yəni yumurtalıq. Sonra çiçək yatağı və yumurtalığın daxili yumurtacıqlar, kasacıq yarpaq, yəni kəsə yarpaqları, erkəkcik sapı və tozluq.
bunlar verilmişdi. Burada sadəcə lupin acıbahların digər adıdır. Bunu qeyd edə bilərik. Öyrəndiklərinizi tətbiq edin. Bioloqlar arıların çiçəklərə nə üçün qonduqlarını daha ətraflı öyrənmək istəyirlər. Onlar bilirlər ki, arılar nektarlarla qidalanmağı çox sevirlər. Ancaq təkcə nektar arıları cəlb etmək üçün kifayətdirmi? Bunu yoxlamaq məqsədi ilə süni çiçəklərdən istifadə ediblər. Bu məqsədlə onların bəzilərində nektar əlavə edib, digərlərində isə tacın ləçəklərini çıxarıb günəşli bir gündə həyətdə qoyublar. Bioloqlar arıların bu bitkilərə neçə dəfə toxunduğunu sayaraq, onu aşağıdakı kimi cədvəldə qeyd ediblər. Nektarlığı və tacı olan bitkiyə 48 dəfə toxunub, nektarlığı yox, tacı olana 35 dəfə, nektarlığı var, amma tacı yoxdursa ona 4 dəfə, nektarlığı və tacı olmayana isə sadəcə 1 dəfə toxunublar. Sonra cədvəldəki məlumatlardan istifadə edərək diaqramı qurun deyir. Burada nektarlığı və tacı olan qonma sayına görə, hansı ki, elə cədvəldə verilən məlumatları uzunluğa gətirib çıxarırıq sadəcə. Ondan sonra müzakirə edin. Çiçəklərdə tacın yoxsa nektarın olması arılar üçün daha cəlbedicidir. Tacın olması daha cəlbedicidir. Burada cədvəldən də görürük. Səbəbi də ona görədir ki, tacı uzaqdan görə bilirlər arılar və həmişə öyrəşiblər ki, tacı olan, yəni belə uyğunlaşma baş verib ki, onlar artıq tacı gördükdə ona yaxınlaşırlar, bilirlər ki, bunda nektarlıq olacaq. Əgər arılar ləçək və nektar cəlb edirsə, o zaman alimlər niyə ləçəksiz və nektarsız çiçəkdən istifadə ediblər? Deyiblər ki, görəsən bu çiçəyə qona bilərmi yoxsa yox, yəqin ki, onun üçün. Öyrəndiklərinizi yoxlayın. Bəlkə də yoxlamaq istəyiblər ki, bəlkə heç arıları çəkən ləçək və nektar deyil, sadəcə çiçəklərin ətri ola bilər, yaxud da üstünə qonmaq. Düzdür, ətri haqqında məlumat verilməyib, amma bəlkə də deyir, sadəcə çiçəyə qonmağı sevirlər. Fərqi yoxdur, onda ləçək, nektar varmı, yoxmu? Sonra öyrəndiklərinizi yoxlayın. Nə üçün çarpaz tozlanmanın baş vermə ehtimalı öz-özünə tozlanma ilə müqayisədə daha azdır? Əgər bitkinin iki cinsli çiçəkləri, çünki çarpaz tozlanma üçün başqa amillər də lazımlıdır. Amma öz-özünə tozlanma üçün artıq başqa amil, heç bir amil lazım deyil. Yəni ətraf mühit amilini nəzərdə tuturam. Əgər bitkinin iki cinsli çiçəkləri kiçik, görkəmsiz, ətirsiz və nektarsızdırsa, bu bitkilərdə tozlanma necə gedir? Fikrinizi əsaslandırın. Əgər burada ətirsiz, nektarsızdırsa və çiçəklər də kiçikdirsə, yəqin ki, bunda küləksiz tozlanma küləklə tozlanma baş verə bilər və yaxud da su ilə tozlanma da baş verə bilər. Bu mövzu burada bitdi. Sağ olun. 3-cü mövzuda